Allah'ın salamı olsun hər bir müsəlman olaraq ölmək istəyən, müsəlmanlara hörmət edən, müsəlmançılığı qoruyan insanların üzərinə Allahın salamı, xeyri, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Amin. Mən bir şey, atalar sözləri var, biz çoxdur, yəni bilirik. Onlardan biri, məsəl üçün, gözəllik 10'dur, 9'u dondur deyə söylənilir. Düşünəndə hər şey Allah yaradır da. Gözəlliyi, demək, hər şey Allah yaradır. 1%'i orada nə kimi, 9%'i, 1%'i nə kimi, 9%'i nə kimi nəzərdə canlandırırlar, yəni bunu deyirlər, onu düşünürəm. Gözəllik 10'dur, 9'u dondur. Məncə belədir ki, birinci Quran ayəsini xatırladım. Yəni Allahımız buyurur ki, 4-cü surə, Nisa surəsinin 119-cu ayəsində ki, Allahın verdiyi nemətləri dəyişmək, Allahın verdiyi, yaratdığı nemətləri dəyişmək şeytan əməlidir, şeytanın fırladığıdır. Yəni, belədir bu. Niyə fikirləşirəm? Fikirləşirəm ki, deyəcəklər qınayır. Qınamıram, bilməyən günahı yoxdur. Ancaq, niyə qınayım? Qınamıram, ancaq xoşuma gəlmir. Küçəyə baxam, küçədə baxıram, hamı silikonluyurlar özlərin. Valla Qurandan xəbərləri yoxdur. Yəni, bəzən də özlərini gözəlləşdirmək üçün yox. Və nə üçün edirlər? Görürlər ki, təsadüd olur bunu. Mənə dəxli olmayan şey olsa da cəmiyyətdə yaşayıram. Buna fikrimi bildirdim ki, yəni Quran ayəsindən, ey qadınlar, ey kişilər, düzgün deyil. Yalana bürünməyin. Allahımızın, yəni, o silikonluyub yalan yaratmanın nə mənası var? Allahın yaratdığı daha gözəldir. Allahın yaratdıqlarına düzəliş verirsiniz. Nəyimə lazımdır da deyə bilərəm. Amma mən hər kəsin ətrafı var, yəni ailəsi var. Mənim nəvələrim var, məsələn. Mən qızım indi yaşda, tutaq ki, belə oldu. Amma nəvələrim sabah gedib evlənmək istəyəndə, dünyada çox pis şeylər əmələ gəlir. 9'u dondur deyəndə gözəlliyin, bilməm o donları axtarırlar, tapamırlar, yaxud geydirirlər özlərinə. Valla o gözəllik, nəvələrin sabah aldanmasın da, hər kəsin nəvəsi, hər kəsin balası. Küçəyə çıxanda bilmirsən, əslində kim necədir? Vacib deyilsə kim necədir və niyə necəliklərinə nidalar yapışdırırlar arda-arda? Düzgün deyil axı Allahın yaratdığına düzəliş vermək. Qurandan xəbəri olmayan bilmir. Elə bilir ki, hansısa kukluya oxşadır özün, yaxud kimə oxşadır. Allahımız buyurur ki, yenə təkrarlayıram, Allahın yaratdığı nemətlərə şükr edək və Allahın yaratdığı, bizə verdiyi nemətləri dəyişdirməyək. Allahın yaratdığına düzəliş eləmək böyük günahdır. O fikirdə olmayanlar da düşünsünlər, çünki Allahımız buyurur ki, düşünün, düşünməyən üzərinə pislik yağar. O dodağı silikonluyurlar, sonra nə günə düşür. Nə riskdir axı bu? Niyə dodaq belə olmalıdır? Niyə görə təbii gözəlliyi nəysə? Yaxud ayaqları silikonluyurlar. Bizim vaxtımızda çox adamın ayağı sözün düzünə qalanda qadınlarda, kişilərdə də indilərdə görürük. Yəni, insanlarda, ayaqlarda əyrilik deyilən, əyri deyilik, amma əslində əyri deyil o. Allah hərəni bir cür yaradır. Eyni deyil axı eşmək. Hər bir şeydə fərq var. Hər bir şeydə, hətta özümüzün, yəni bilirik ki, sağ əlimlə sol əlimdə fərq var. Hər bir yarpaqlarda belə eynilik yoxdur. Oxşar yarpaqlarda. Oxşar etmədə tam eynilik yoxdur.
yenə uzatdım, yadımdan çıxdı, nə deyirdi. Yəni ki, bu ayaqları silikonluyurlar. Baxırsan, hamının ayağı düzdür. Valla o Türkiyədən bir həkim var idi. Burada işləyir. Deyir ki, yəni elə şeylərlə məşğul olan həkimdir. Deyir, dünyada Azərbaycan birinci yer tutur ayaqlarını silikonlayan qızlar, qadınlar. Qızlardan hətta o söhbət etdi. Dünyada birinci yer tutur. Nə olsun ki, mənim ayağım biraz arağı olsun, aşağıdan görünür də. İndi ən çox da yəni aşağı hissədə olur o əyrilik. Nə bilim. Valla şirindir. Allahın yaratdığı gözəldir, şirindir. Yekə burun olur kimdəsə, ya cür və cür formalarda yekə adlandırırlar o dəqiqə, kəsirlər o dəqiqə, kəstirirlər. Valla boş şeydir. Valla gözəl də çıxmır çoxunda. Gözəlləşməyə çalışmaq üçün gözəllik 10'dur, 9'u 10'dur, düzdür. Onda 9'u 10'sa nə eləcək ki, bu 9 donu axtarıb tapa bilmirəm, 9'u 10'dur. Hansı donlardır onlar? Məncə bu 9 donu bilən varsa yazsın. Bəsən də dəli yazırsınız. Nəyə lazım? Dəli yəni dəli deyil ama dəli Allah'a inanmayan, Allah'a qarşı gedən, Allah Quranda buyurub, açıqlayıb dəli kimidir. Quranı oxumamaqdan, bir savadlıqdan olur. Lapsi adlı bölməndə, orada kanalın bölməsində var. Yəni, yığmış bir, bunu çox deyirəm, yəni çox istəyirəm ki, insanlar o ayələri araşdırsınlar. Çoxlu nömrələrlə yazılmış, yuxarıda salamlar olsun. Yəni, belə A4'də yazmışdım, onu petat elətdirmişəm, paylaşmışam orada. Üstündə də yazmışam ki, bu ayələri araşdırmayanlar, öyrənməyənlər, bilməyənlər, yəni nə özlərini, nə də ətraflı düzgün dərk edə bilməyəcəklər. Həqiqətən də bu belədir. Amma nəyi demək istəyirdim? Yəni, dediyimdən, yenə, gecə saat 3'ün yarısıdır, 3'dür. Mən 9 donu, deyirdim ki, nədir bu, yəni. Yazırsınız, yazın dəli, nə olacaq? Peyğəmbərlərə də dəli deyirlər. Olur belə şey, olmuyor bax. Ən çox da anlamazlar yazır onu. Nəysə, söhbət fırlandı getari, yəni gəlsin yerinə. Deməli, gözəllik 10'dur, 9'u 10'dur. Mən bu 9 onu çox istəyərdim, biləm ki, 9 10 nədən ibarətdir? Məncə, bu 9 onun ata və anası var. Yəni, fikirlərimiz və əməllərimiz. 9 ona fikir və əməllərdən doğan 9 don gözəllik, yəni nura söykənirsə, gözəllik həqiqətən də 10'dur deyəcək. Ancaq vallahi billah bu lazerə getmək də o nura söykənən, yəni gözəlliyə bir don olan bir şey deyil, 9 dondan biri deyil. Nə də layiq deyil ki, hansısa, mən belə düşünürəm. Mən təhqir etmirəm, şükür qınamıram da, Allah şahiddir. Sadəcə bildirirəm ki, gəl belə loru dilindən deməyim, necə deyim, bir açıq deyim ki, məsələn, bütün bədənlərin lazerlə tüklərini yox edirlər. Axı, nəyə görə? Qadınlar eləyir də əvvəl, qaşı almaq da düzgün deyil. Heyf deyildi mənim qız qaşım. Ərə gedən günü getdik orada qaşınızı aldırmağa gəlim gedirəm. Çox böyük səhv elədim mən. Allah yaratdığı çox gözəldir. Allahın yaratdıqları çox gözəldir. Nəyə lazımdır hamı bir-birinə oxşuyur indi? Lazerlə də falan qədər pul verib
israf eləmək şeytana qardaş olmağa aparır. Allahımız buyurur ki, sizə verdiyim mənasız ki, sizə verdiyim nemətləri yəni israf etməyin. Allah yolunda paylada. O lazerə bütün bədənini 65 manat verib lazerləyən adamlar var. Hər ay, 2 aydan deyib. O az oldu. Onu bir yetimi, bir yazıq deyil heç kəs. Əslində hamı yazıqdır, belə deyim, düzün deyim. Yəni o pulu lazerə verənlər də valla yazıq olacaqlar. Çünki Allahımız buyurur ki, onlar sağa sola səfərləyən şeytana qardaş olur. Şeytan da sonra o insanlardan əl çəkmir. Və belədir ki, Allah yolunda gecə gündüz varlıqda da, darlıqda da paylamaq lazımdır. Nemət nə varsa. Pulun varsa pul. Yoxsa malından zəkat verməlisən. Zəkat nəm, əvvəl deyirlər ki, sədəqə verməlisən, infaq etməlisən. Bunları etməyənlər həqiqətən yazıq olacaqlar. Vallahi billah Qurana söykənin. Allah hey bildirir ki, belə edin, cəhənnəmə düşərsiniz deyir. Cəhənnəmə düşəndə yalvaracaqdır ki, Allah, məni dala qaytar, mən gedim, malımı Allah yolunda xərcləyim və təmizlənim, sonra ölüm. Xeyr, dala geriyə dönüş yox. Valla o operasiya gözəlləşmək üçün çox böyük miqdarda verilən operasiyalara pullar da. Neysə, lazer, yaxşı bildik, qadınlar istəyir ki, təmizlik deyirlər, təmizlikdir, kişilər deyir. Avalan, tükbəyən mundaj deyir. Çox gözəl bir şey yadıma düşdü. Bir qızım o vaxt, çoxdan yəni qız vaxtı bir şəkil göstərdi. O, yəni, o şəkildə belə yox, əməlli başlı, yəni sıx tüklü kişilər olur, yəni bığı, saqqalı olan bir qadın idi, saçı da var idi. Qızım dedi ki, şəkildə onun haqqında da oxudu və mənə bildirdi ki, bu şəkildə olan qadın dünyanın ən bəxtəvər qadınlarından olur. Ərinin şəkil də var idi. Onu ikisi də eyni tipiylər. Bığ, saqqal, əməlli başlı. Saqqal bura qədər, bığ da belə qalın. Deyir ki, bunlar bir-birlərini çox sevirlər. O qadını elə alıb kişi. Yəni bəxtəvər olublar. Onun haqqında indi tam da yadında deyil. Nələr oxudu. Qızım oxuyur, düzdür. Mən çox istəyərdim ki, nəsə, təəssüf hissi keçirirəm ki, mənim qızım internetdə oturub, çox vaxtını boş keçirir. Bu TikTok'a girmək falan heç arzulamıram. Boş-boş şeylərlə məşğul olmağı da heç kəsə arzulamıram. Çünki Allahımız buyurur ki, müsəlmanlar boş şeylərdən, lazımsız şeylərdən, lağlaqdan büsbütün üst çevirənlərdir. İnşallah müsəlman olaraq ölək. Gecədir, gedim yatın. Çünki Allahımız buyurur ki, gecə ibadət edin, gecənin ya 1/3, ya 3/2, ya yarısını ibadət edin. Müsəlmanlar onlardır, Peyğəmbər və ətrafı elə olur. Ətrafına yığılanlar daha doğrusu. Və düzdür, indi ola bilər adam hərdən tam gecəni oyaq olur, gündüz dincələ bilər, yata bilər. Ancaq mən yəni Allahın dediyini etmək istəyirəm həmişə. Ayə paylaşdım. Ayələr paylaşdım burada indi bu videoda və lazımdır ki, bir qədər yatmaq, Allahımızın buyurduğu qədər səcdiyə gedəcəm indi inşallah. Quran oxumuşam, namazımı qılmışam, şükür Allah və dincəlməyə gedin. Siz də dincəlin, ancaq ibadəti, yəni Qurana sımsıxı sarılmağı, onu can dildən oxumağı, aramla, düşünə-düşünə oxumağı və o Quranı
öz həyatınızda yerləşdirməyi unutmayın. Mən birinci özümə cəhənnəmdən çox qorxuram. Çünki gözəl Allahın mənim hər kəsin cənnətdə kef etməyini istəyir. Çağırır bizi cənnətə. Mən də gedim. Allahımızın dediyi qaydada, yəni gecəni yatmaq üçün, dincəlmək üçün yaradıb Allah. Dincəlin, sağ olun, siz də dincəlin. Allah amandır. Allah bizimlə olsun. Amin. Bütün güc qüvvət yalnız Allaha məxsusdur.